Newton qanunlarına aid 36-cı suala baxırıq. Burada şəkildə gördüyünüz kimi iki cisim üst-üstə qoyulub və iki qüvvə əks istiqamətdə bu cisimlərə təsir göstərir. Və bizə deyir ki, cisimlərin aldığı təcil 4 olarsa, M1 cisminin kütləsini hesablayın. İndi qüvvələr əks istiqamətdə olanda onların əvəzləyicisini tapmaq üçün biz nə edirdik dostlar? Fərqini tapırdıq bu qüvvələrin. Ona görə də 80 çıxılsın 40 bərabərdir 40 Newton, əvəzləyici qüvvə olacaq 40 Newton. Təcilimiz də 4 veriblər. Təcilin düsturu belədir. A bərabərdir F əvəzləyici bölünsün M. Burada yazdığımız M kütlə sistemin kütləsidir. Yəni toplam kütlədən söhbət getdiyinə görə M1 üstəgəlsin M2 yaza bilərik. Təcil veriblər 4. 4 bərabərdir. Əvəzləyicini 40 tapmışam. 40 bölünsün M1 bilmirik. M1 üstəgəlsin M2-nin kütləsini 2 veriblər. Onda B olacaq. M1 üstəgəlsin 2 bərabərdir 10-a. M1 də bərabərdir 8 kiloqrama.